Değerli izləyicilər, Ramiz Mehdiyev və Əli Kərimli neçə il həbs cəzasına məhkum oluna bilər? Bununla bağlı xəbər var, diqqətinizə çatdırmaq istəyirəm. Dövlət Təhlükəsizlik Xidməti Mehdiyev Ramiz Ənvər oğlu Abbasov Abbas Aydınoğlu, Kərimli Əli Əmir Hüseynoğlu və digər şəxslərin hakimiyyəti zorla ələ keçirməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələri ilə bağlı məlumat yaydı və məlumatda bildirildi ki, Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini legallaşdırıb. Maraqlıdır, bu ittihamlarla adı çəkilən şəxsləri hansı cəza gözləyə bilər? Mövzu ilə bağlı konkret açıqlama verən hüquqşünas Müşfiq Abbasov bildirib ki, söhbət xüsusilə ağır cinayətlərdən gedir. İttiham dövlətə xəyanət və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş əməllərlə bağlıdırsa, bu xüsusilə ağır cinayət hesab olunur. Belə hallarda 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Hüquqşünas qeyd edib ki, qanunvericiliyə əsasən 65 yaşdan yuxarı kişilərə ömürlük azadlıqdan məhrum etmə cəzası verilmir. Ramiz Mehdiyevin yaşı 65-dən yuxarı olduğu üçün ona ömürlük azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilməz. Lakin digər təqsirləndirilən şəxslərə, o cümlədən yaşı uyğun olanlara bu cəza növü tətbiq edilə bilər. Ekspert əlavə edib ki, yekun qərar istintaqın nəticələri və məhkəmənin hökmündən asılı olacaq.